İranın devrilmiş son şahı Məhəmməd Rıza Pəhləvinin oğlu, sürgündə yaşayan Şahzadə Rıza Pəhləvi mayın 30-da Ukraynanın Odessa şəhərinə səfər edib. Today Press TV xəbər verir ki, bu barədə qazeta məlumat yayıb. Məlumata görə onu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko qarşılayıb. Səfərin rəsmi məqsədi açıqlanmasa da, Rıza Pəhləvinin şəhərdə keçirilən Qaradəniz Təhlükəsizliyi forumunda iştirak etdiyi bildirilir. Forum mayın 29-da başlayıb və Qaradəniz regionunda təhlükəsizlik, siyasi-iqtisadi çağırışlar, eləcə də Ukraynaya beynəlxalq dəstək məsələlərinə həsr olunub. Tədbirdə ABŞ senatorları və digər beynəlxalq nümayəndələrin iştirak etdiyi qeyd olunur. Xatırladaq ki, Rıza Pəhləvi 1979-cu il İran İslam İnqilabından sonra ailəsi ilə ölkəni tərk edib və hazırda ABŞ-da yaşayır. O, İran hakimiyyətinin tanınmış tənqidçilərindən biri və ölkədə dünyəvi demokratik dəyişikliklərin tərəfdarı kimi tanınır.